Türkiyənin Rusiya ilə bağlı siyasətində belə bir məsələ var. Türkiyə zaman-zaman Amerikadan çox ciddi zərərlər görür. Çox ciddi uygulamaları var Amerikanın Türkiyəyə, iqtisadi embargoları olub filan. Və Türkiyə insanının Amerikaya qarşı bir nifrəti var. Gedin Türkiyəyə, çıxın küçəyə, qardaş taksiyə oturun, mola girin, bir idmançı ilə söhbət edin, dəxli yoxdur. Azərbaycanda necə hər kəsdə Rusiya bir nifrət var, hər kəsdə Amerikaya qarşı bir nifrət var. Rusiya qarşı o nifrət yoxdur. Çünki Rusiyadan biz zərər görməyiblər, zərbə almayıblar ciddi anlamda. Tarixi məsələləri çıxsaq, ciddi Rusiya ilə bağlı adamların bir nifrət içərikliyi yoxdur. Türkiyə dövləti də əslində bu məsələdə Rusiyaya biraz nəfəslik verərək, Rusiyadan maksimum istifadə etməyə çalışır. Bu, Rusiyanın yanında durmaq deyil. Bu məsələdə mən Türkiyənin təzadlı bir siyasət yürütdüyü düşüncəsində deyiləm. Türkiyənin dəngəli bir siyasət yürütdüyünü düşünürəm. Niyə? İstər Krım türkləri məsələsində, istər Orta Asiya türk cumhuriyyətlərinin yanında durub dəstək vermə məsələlərində Rusiya ilə bir müddət balanslı siyasət yürütmə imkanlarını Türkiyə dənədi. Bununla başarılı bir şəkildə istifadə edilir. Diplomatik məsələdə. Məsələn, Türk-Rusiyanın o sıxışmış durumda Türkiyəyə ehtiyacının yaranmasından biz də istifadə elədik bir çox məsələlər. Bu baxımdan hesab edirəm ki, Türkiyə Rusiyanın yanında durdu ifadəsi doğru deyil. Türkiyə Rusiyanın düşdüyü durumdan öz xeyrinə və türk xalqlarının və türk cumhuriyyətlərinin faydasına istifadə edə bildi.